Azərbaycan dilindən test nümunəsi 3. O əvəzliyinin həm şəxs, həm də işarə əvəzliyi kimi düşünüldüyü cümləni tapın. Bildiyimiz kimi uşaqlar, o əvəzliyi həm şəxs, həm də işarə əvəzliyi kimi işlənə bilir. Şəxs əvəzliyi olması üçün kim sualına cavab verməlidir? Kim? O. İşarə əvəzliyi olması üçün isə hansı sualına cavab verməlidir? Hansı? O. İndi isə variantlardan yoxlayaq. O bina çoxdan tikilib. Hansı bina? O bina. Uşaqlar, biz bura kim sualını qoya bilmərik axı. Hansı sualda uyğundur? Olacaq işarə əvəzliyi. B variantı. O şairin yeni şeirlərini yazdı. Aha, B variantı bizim cavabımız olacaq, qalsın. O yaşıl meydança uşaqlar üçün düzəldilib. Uşaqlar, biz bura kim sualını qoya bilərik? Xeyr. Hansı sualı? Hansı yaşıl meydança? O yaşıl meydança. Olacaq işarə əvəzliyi. O kitabı mənə ver. Yenə də hansı sualına cavab verdiyi üçün hansı kitabı, o kitabı olacaq işarə əvəzliyi. B-də isə o şairin yeni şeirlərini yazdı. Hansı şairin, o şairin hansı sualına cavab verir? Olacaq işarə əvəzliyi. Daha sonra o şairin yeni şeirlərini yazdı. Kim? O. Kim sualına da cavab verdiyi üçün olacaq şəxs əvəzliyi. Gördüyümüz kimi uşaqlar B variantındakı o əvəzliyi həm işarə, həm də şəxs əvəzliyinin sualına cavab verdi. Cavabımız oldu B variantı.